da, ona görə gəlmişəm ki, 2019-cu ildən mənim şikayətlərimə baxmırlar. Mənim xəstəlik sənədlərimi qonşuma vurdular 2019-cu ildə. Məndən pul istədilər, imkanım olmadı. Verə bilmədiyim üçün qonşuma istifadə elədilər, saxtəlilik verib pensiya çıxartdılar. Bu lefyenim qonşuma istifadə olundu. Şikayətlərimə baxmırlar, hara müraciət edirəm, kimə müraciət edirəm, şikayətlərimə baxmırlar. Getdim, Hasan Xidmətin müdürünə müraciət elədim. Hasan Xidmətin işçisi İlhamə xanım bildirdi ki, get ara, kimə istəyirsən şikayət et, hökumətin pulu da alır qoyasın. Bu qədər də qanunsuzluq olar, bu qədər də özbaşınalıq olar. İsvedə işləyən xəstəlik sənədlərimi də qazi arxasında durdu, qonşuma düzəltdirdi. 5 ildir ki, mənim saxta xəstəlik sənədlərimdən saxta əlillik alır. Get deyir, hara kimə istəyirsən şikayət et. Bu pensiyanı mən alıram, alacam da. Hara müraciət edirəm, kimə müraciət edirəm, şikayətlərimə baxmırlar.